Sabunçu rayon Dövlət Yol Polisi əməkdaşları ilə birlikdəyik yenidən və bu gün biz təbliğat xarakterli reydlərə başlayırıq və reydin əsas məqsədi yol nəqliyyat hadisələrinin qarşısını almaq, burada həm sürücülər, həm piyadalar arasında təbliğat işlərini aparmaq, eləcə də ödənilməyən cərimələr və yük avtomobillərinin yaşayış məntəqələrinə icazə verilməyən saatlarda daxil olması ilə bağlı maarifləndirici işlər görməkdir və biz az sonra reydə başlayırıq. İcazə verilməyən saatlarda yola çıxan yük avtomobilləri ilə bağlı reyd artıq başlayıb. Artıq bir neçə yük avtomobili də saxlanılıb. Onların arasında hətta artıq yük daşıyanlar var. Avtomobilin dövlət nömrə nişanlı çirkli vəziyyətdə saxlayanlar var və yol polisi əməkdaşları da bununla bağlı tədbirlər görürlər. Yol patrul xidmətinin baş inspektoru baş leytenant Ömərov. Sənədlərin zəhmət olmasa. Bu hərəkəti qadağandır. Niyə saatın vaxtlarında hərəkət edirsiniz? İşliyorsan ona görə zəhmət olması deyilən saatlarda hərəkətinizi tamam eləsinlər. Səhər saat 7-yə qədər, axşam saat 10-dan sonra. Yalnız xüsusi icazə ilə portala daxil edilir ki, bu maşınlar keçə bilər. Heç bir protokol tətil eləmiş, sadəcə xəbərdarlıq edir. Bu nömrə görünə biləcək. Burada arxada təkrarlanır, başa düşürük. Ön tərəf görünmür. Bunları təmiz saxlayır, siz ağsaqqal adamsınız. Və burada nəzərə alın, bu Məhəmmədi yolunda yüksək sürətlə hərəkət edirlər. Tez-tez burada ölüm baş verir. Biz bu sürücülərlə neyiniyək, nə ağsaqqal kimi, nə məsləhət görürsünüz? Necə eləyək ki, bu qəzalar baş verir? 150 ilə də keçirlər gedirlər. Neynəmək lazımdır? Biz çıxış yolu nədə görürsünüz? Arabı cərimələmək lazımdır, maşını alıb dayanıcağa qoymaq lazım. Allah sizdən razı olsun. Xahiş edilir, bu nömrələri təmizləyin, sağ-salamat gedin. Sağ ol. Bu avtobusların təzə taktikasıdır. Gəlir, bax, 15 metr qabaqda avtobus dayanacağı var. Gəlirlər, burada saxlayırlar. Cəmaat da buraya yığılır. Sizi cərimə eləmirik, xəbərlərlə yollar. Bir sürücü yoldaşlarımızları deyim ki, burada saxlamaq Bax, dayanacaq. Bax, bu avtobus yəni 15 metr məsafədə qabağa getmək nə çətin şeydir. Gəlirlər, hamısı burada dayanırlar. Bu da körpünün altıdır, tıxac yaranır. Sərnişinlər də öyrənib elə burada dayanırlar.
Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsindəyik və biz demək olar ki, Sabunçu yol polisi ilə nə vaxt reyd eləmişik, tədbir keçirmişik, bu əraziyə baş çəkmişik. Bu ərazinin qəribə bir aurası var, yəni çox geniş zolaqlı yoldur və piyada keçidi də var, qarşıda svetofor da var, o da piyada keçidi üçün yararlıdır, istifadə olunur. Baxın, ön tərəfdə, buradan ora bir 100 metr məsafə olan bir piyada keçidi var və biz dəfələrlə baxırıq ki, piyada keçidinin 10 metrliyindən, 15 metrliyindən nə qədər piyada, elə bax, bu deyil, biri keçir, baxın. Ağsaqqal adam. İndi maşın vuracaq, deyəcəklər ki, ağsaqqalı maşın vurur. Amma hansı ki, bir 30 metr qabaqda svetoforun qırmızı işığı yananda, maşınlar dayananda piyada oradan rahat keçə bilərdi, keçmir. Burada da eyni vəziyyətdir. Avtobusdan düşən qaça-qaça yolu keçir. Hansı ki, 10 metr geriyə gedib, piyada keçidindən rahat şəkildə hərəkət edə bilərlər. Dəfələrlə biz burada saxlayırıq, vətəndaşlara xəbərdarlıq edirik, təbliğat xarakterli söhbət aparırıq, amma baxıb görürük ki, yox. Elə yenə avtobusdan düşən qaçaraq yolu keçir. Olmaz belə, diqqətli olmaq lazımdır. Yoldaş götürür. Sizə orada dayanmaz, orada qadağan nişanı var. Niyə? Atın Onda olmadan var sənsə? Zəhmət olma tutmayın. Aydın. Bu da piyada zolağıdır. Niyə piyada zolağının üstündə avtomobili? Bildim, piyada zolağının üstündə avtomobili saxlayıb marşruta düşmək olar. Bilirsiniz, az cərməsinə gedəcək. Piyada keçidində avtomaşını saxlayıb düşmə cərməsi 10 günə 45 manatdır, bir aya 50 manat. Zəhmət 10 sənətlər təqdim edir, sizə protokolun çatıb olunur. 99 MD 017 düz zebranın üzərində saxlayıb. İnsanlar da gəlib, daha hərəkət edirlər. Baxın, saxlar, gəlib, kənarda. Digər avtomobildə qayda pozur, piyada keçidinin 5 metrlik məsafəsini gözləmir. Bu 50-lər üçün nəzərdə tutulan bu avtomobilin də sürücü qayda pozur 5 metr. Bu sürücü də yol ayrıcına 5 metr qalmış məsafəni pozur. Bu ondan betər pozur. 166. Beləcə yol hərəkəti qaydalarını haftalayan sürücülər baxın o da yol ayrıcına 5 metr məsafəsini pozubdur.